Salam dostlar. Növbəti mövzumuz yenə sifət zərb bölümünə aiddir. Gəlin nisbi sifətlərə baxaq. Bildiyimiz kimi golden, wooden bu kimi sifətlər material bildirən sifətlərdir. Bunların necə dərəcələnməsinə, dərəcələnir və dərəcələnmir funksiyasına baxaq. Bildiyimiz kimi nisbi sifətlər dərəcələnmirlər. Bu sifətlər keyfiyyət yox, mənşə, material bildirdiyi üçün ingilis dilində bunlara non-gradable sifətlər deyirlər. Müqayisə və ya üstünlük dərəcələri olmur. More wooden və yaxud da the most golden demək olmaz. Yəni bu ifadələr yanlışdır. Testdə bunları gördükdə çıxarırsınız. Məcazi məna istisnası. Əgər golden, qızıl kimi parıldayan, yəni dəyərli mənasında məcaz mənada işlənərsə, dildə müqayisə oluna bilər. İstisnası yalnız budur, buna diqqət yetirirsiniz. A more golden sunset. Lakin həqiqi mənada, yəni material mənasında isə dərəcələnmir. Xülasə, golden, wooden material bildirir, bu zaman dərəcələnmirlər. Videonu bəyənməyi və paylaşmağı unutmayın ki, digərləri də faydalansınlar.